Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. MİQ və sertifikasiyaya hazırlaşan müəllimlərimizə dəstək məqsədi ilə bir sıra test nümunələrimizin həllinə baxacağıq. Mövzumuz ağırlıq qüvvəsinin təsiri altında hərəkətdir. Gəlin, şaqlı aşağı atılmış cisimlərdən bəzi test nümunələrinə baxaq. Deməli, ilk öncə ikinci sualımıza baxırıq. Sual belədir. Eyvandan sərbəst düşən cisim yer səthinə 30 metr/saniyə sürətlə dəyir. Eyvanın yer səthindən olan hündürlüyünü hesablayın. Deməli, tutaq ki, bizim belə bir cismimiz var və bu cismimiz şaqlı aşağı atılmışdır və sərbəstdir. Yəni, başlanğıc sürət 0-a bərabərdir. Bu cismimizin yer səthinə düşmə müddəti isə, sürəti isə 30 metr/saniyədir. Biz də bilirik ki, müəllimlər, sərbəst düşən cisim hər saniyədə sürətini 10 artırır. Deməli, belə çıxır ki, biz bu cismin düşmə müddətini yazsaq, deməli, nə olacaq? 3 saniyə bərabər olacaq. Çünki əgər bir cisim 30 metr/saniyə sürətlə yer səthinə dəyibsə və başlanğıc sürət 0-dırsa, hər saniyədə sürətini 10 artırdığı üçün belə çıxır ki, bu cisim yerə 3 saniyə düşübdür. Deməli, o zaman sərbəst düşən biz cismimizi, əgər biz bunu praktik yolla yazsaq, deməli, baxın, 3 saniyəni göstərəcəm. Deməli, 1 saniyədə 5, 2-ci saniyədə 15, 3-cü saniyədə isə 25 metr məsafə gəlmiş olur. Deməli, eyvanın yer səthindən olan hündürlüyünü, bax, bu h hündürlüyünü biz yazsaq, h bərabər olacaq 5, üzərinə gəlinsin 15, üzərinə gəlinsin 25, deməli, bu da olacaq 45 metr. Deməli, neynədik, müəllimlər? Başlanğıc sürətin üzərinə 5 gəlib, ardıcıl tək ədədlərin nisbəti kimi yazdıq. Yəni, başlanğıc sürətimiz 0 deyildimi? 0-ın üzərinə 5 gəlib, 5, 15, 25 ardıcıllığı ilə yer səthindən olan hündürlüyümüzü hesabladıq. İndi gəlin 3-cü sualımıza baxaq. 45 metr hündürlükdən sərbəst düşən cisim axırıncı saniyədə nə qədər yer dəyişimi icra edəcək? Baxın, müəllimlər, artıq bu praktik yolları biz belə deyək də təkmilləşdirməliyik. 45 metr hündürlükdən bir cisim sərbəst düşürsə, yenə sərbəst düşən bir cismin başlanğıc sürəti 0-a bərabərdir. 45 metr hündürlükdən sərbəst düşən cisim deməli yerə 3 saniyəyə çatmış olur. Baxın, 5, 15 və 25. Sərbəst düşən bir cisim 5, 15, 25 ardıcıllıq eləyir. Və bu 5, 15, 25-in də cəmi bizə 45 metr verəcəkdir. Gəlin baxaq, bizə deyir ki, axırıncı saniyədə nə qədər yer dəyişimi icra edir? Baxın, axırıncı saniyəmiz 25-dir də. Deməli, axırıncı saniyədə bu cisim 25 metr yer dəyişimə qət etmiş olacaq. Deməli, 9-cu suala baxırıq. Müəyyən hündürlükdən sərbəst düşən cismin koordinatının zamandan asılı qrafiki verilib, cismin yerə dəyən andakı sürətinin modulunu hesablayın. Baxın, müəllimlər, bizə verilib y-in t-dən asılı qrafiki, yəni koordinatın zamandan asılı qrafiki. Və qrafikdən biz görürük ki, bu cismi yerə düşmə müddəti 3 saniyə olubdur. Deməli, 3 saniyə bir cisim yerə düşürsə və sərbəst düşür, başlanğıc sürət 0-a bərabərdir. Deməli, o zaman yerə dəyən andakı sürətinin modulu nə olacaq? 3 vurulsun 10-dan, yəni olacaq nə qədər? 30 metr/saniyə. Cavabımız olur C variantı. Gəlin 11-ci sualımıza baxaq. Güllənin başından 10 metr/saniyə sürətlə şaqlı istiqamətdə aşağı atılmış cisim 3 saniyə sonra yerə çatarsa, güllənin yerdən olan hündürlüyünü hesablayın. Deməli, güllənin başından 10 metr/saniyə sürətlə cisim yerə atılıbdır və 3 saniyə sonra yerə çatıbdır. Deməli, o zaman belə çıxır ki, müəllimlər, bax, bu cisim, deməli, 10 metr/saniyə sürətlə şaqlı yuxarı atılıb, düzdürmü? Tutaq ki, bizim müəyyən bir gülləmiz var burada və bu güllənin başından bu cisim 10 metr/saniyə sürətlə şaqlı istiqamətdə aşağı atılıbdır. Aha, 10 metr/saniyə sürətlə şaqlı aşağı atılıb və nə olub? 3 saniyə sonra isə yerə düşübdür və hündürlüyü istəyir bizdən. Deməli, o zaman bizim hündürlüyümüz nə olacaq? Biz deyirdik ki, əgər müəyyən başlanğıc sürət varsa, həmin başlanğıc sürətin üzərinə 5 gəlib, ardıcıl tək ədədlərin nisbəti ilə yazırıq. Bizə də 3 saniyə cisim yerə düşüb. Deməli, onun üzərinə 5 gəldik, 15, üzərinə gəlinsin 25, üzərinə gəlinsin 35. Deməli, bu da bizə verəcək nə qədər?
Deməli 75 metr. Çünki bizə 3 saniyə deyir. Baxın 1, 2, 3. Deməli cavabımız olur D bəndi. Sonra 12-ci sualımıza baxırıq. 80 metr yüksəklikdən sərbəst düşən cisim son saniyədə neçə metr yer dəyişmə icra etmişdir? Deməli müəllimlər, sərbəst düşən cisim, baxın, son saniyədə neçə metrdir yer dəyişmə icra edib? Gəlin baxaq, baxın. Tutaq ki, bir cismimiz var və 0 bərabər 0 başlanğıc sürətinə yerə düşübdür. Deyir ki, son saniyədə. İndi müəllimlər, gəlin bax biz bu bölüşdürək də. Sərbəst düşdüyü üçün 5, 15, deməli o zaman olacaq 25 və 35. Bax, deməli neçə saniyə oldu? 1, 2, 3, 4. 4 saniyə bu cisim yerə düşəcəkdir, düzdürmü? Deyir ki, son saniyədə neçə metr yer dəyişmə icra edib? Baxın, son saniyədə 35 metr yer dəyişmə icra etmiş oldu. Sonra 13-cü sualımıza baxırıq. 160 metr yüksəklikdən 20 metr böl saniyə sürətlə aşağı atılan cismin yerə dəyən anda sürəti nə qədər olacaqdır? Deməli, müəllimlər, 20 metr sürətlə şaqul aşağıya düşüb də, düzdürmü bu cismimiz? Baxın, gəlin qeyd eləyək. 20 ilə aşağı düşübsə, biz də deyirik ki, başlanğıc sürətin üzərinə 5 gəl, ardıcıl təqaüdlərin nisbəti ilə yaz. Yəni, şaqulu yuxarı atılarsa bir cisim müəyyən başlanğıc sürətlə. Həmin sürətin üzərinə 5 gəlib ardıcıl təqaüdlərin nisbəti ilə yazırıq. Yox, əgər, daha doğrusu 5 çıxırıq yuxarı atılanda. Yuxarı atılanda 5 çıxırıq. Aşağı atılan bir cisim üçünsə başlanğıc sürətin üzərinə 5 gəlib ardıcıl təqaüdlərin nisbəti ilə yazırıq. Deməli, o zaman bu cisim aşağı atıldığı üçün başlanğıc sürətin üzərinə 5 gəl. 25, 35, 45, 55. Yəni, mən elə yazmalıyam ki, bunları cəmi mənə 160 metri versin. Gəlin görək, cəmi 160 olurmu? Deməli, 60, bu da 100, bəli, baxın 160 metr olur. Deməli, doğrudan da bu 160 metri bu cisim neçə saniyə gəlmiş olur? 4 saniyə gəlmiş olur. Deməli, o zaman bu cismin yerə çatan anda sürətini gəlin hesablayaq. V bərabərdir. V0 üzərinə gəlinsin JT-dən. V0-ımız 20, üzərinə gəlinsin J10. Zamanımız isə 4 saniyə oldu. Deməli, bu cismin yerə dəyən andakı sürət olacaq nə qədər? 60 metr böl saniyə. Gəlin 17-ci sualımıza baxaq. 80 metr hündürlükdən 30 metr böl saniyə sürətlə şaqula aşağı atılmış cismin yer səthi ilə toqquşma anındakı sürətini hesablayın. Baxın, 80 metr böl saniyə sürətdən 80 metr hündürlükdən 30 metr böl saniyə sürətlə aşağı atılıbdır. Deməli, o zaman hündürlüyümüzü necə yaza bilərik? 30-un üzərinə 5 gəldik. 35, 45. Baxın, gördünüzmü? 35 ilə 45-in cəmi bizə 80-i verdi. Deməli, bu cismin düşmə müddəti nə qədər olub? 2 saniyə olub da. Bizə də deyir ki, yer səthi ilə toqquşma andakı sürətini tapın. Deməli, o zaman V bərabər olacaq. V0 üzərinə gəlinsin JT-dən. V0-ımız nə qədər? 30. Üzərinə gəlinsin J-imiz 10. Düşmə müddətimiz də 2. Bu olacaq nə qədər? 50 metr böl saniyə. Gəlin biraz da C variantından məsələlərimizin həlinə baxaq müəllimlər. Bax, məsələn, ikinci sualımıza baxırıq. Deyir ki, sərbəst düşən cismin 3 saniyə ərzində orta sürətini hesablayın. Deməli, sərbəst düşübsə bir cismimiz, sərbəst düşübsə, deməli, orta sürətimiz nəyə bərabər olacaq? Daha doğrusu, başlanğıc sürətimiz 0-a bərabərdir, düzdürmü? Deməli, o zaman bizə də deyir ki, bu cismin son sürətini tapın. Yəni, sərbəst düşən cisim üçün orta sürəti tapın. 3 saniyə düşübsə bu cisim, deməli, son sürət nəyə bərabər olacaq? 30 metr böl saniyə, düzdürmü? Orta sürətdə tapanda biz V plus V0 böl 2 ilə yaza bilirik, düzdürmü? Deməli, o zaman bizim başlanğıc sürətimiz 0, son sürətimiz 30 böl 2, bu da olacaq nə? 15 metr böl saniyə. Cavabımız olur A variantı. İndi gəlin baxaq 3-cü məsələmizə. Müəyyən hündürlükdən sərbəst düşən cismin orta sürəti 20 metr böl saniyə olarsa, onun düşdüyü hündürlüyü hesablayın. Deməli, müəllimlər, sərbəst düşdüyü üçün yenə V0 bərabər 0. Bizə verib orta sürəti.
Deməli, o zaman V orta bərabərdir. Başlanğıc sürət 0 olduğu üçün elə birbaşa yazıram ki, V bölü 2. Deməli, orta sürətdə bizə verib ki, 20-dir. Deməli, V-ni buradan tapsaq, 2 vur 20-dən, deməli, bizim son sürətimiz olacaq nə qədər? 40. Deməli, son sürətimiz 40-dırsa, müəllimlər, deməli, belə çıxır ki, bu cismin, deməli, düşmə müddəti nə qədərdir? 4 saniyə düşüb də. Deməli, o zaman hündürlüyümüzü necə taparıq? Deməli, hündürlüyümüzü belə yaza bilərik də, son sürətimiz 40-dır, düzdürmü? Deməli, o zaman belə yaza bilərik də bunu. Deməli, 35, 25, 15 və 5. Deməli, bu da olacaq nə qədər? 80 metr. Baxırıq 5-ci sualımıza. Hündürlüyü 120 metr olan güllənin başından 10 metr bölü saniyə başlanğıc sürəti ilə şaquli istiqamətdə aşağı atılmış cisim neçə saniyə sonra yerə düşəcəkdir? Deməli, gəlin baxaq müəllimlər. 120 metrlik güllənin başında. Məsələn, buradan bir məsafəmizi yazaq, 120 metrdir. Buradan bir cismimiz 10 metr bölü saniyə sürətlə aşağı istiqamətdə atılmışdır. İndi gəlin o zaman biz necə yanaşırıq məsələyə? Dedik ki, 10-la atılıbsa, hündürlüyümüzü necə yazarıq biz? Yəni 10 üzərinə 5 gəlsək və ardıcıl təkədətlərin nisbəti ilə yazıb eləməliyik ki, bizə bax bu cəm 120-ni versin. 15, 25, 35 və üzərinə 45-i gəlsək. Bax bunları hesablasaq bizə 120-ni vermiş olacaq. Deməli belə çıxır ki, bizim bu cismimiz 1, 2, 3, 4 saniyə yerə düşüb, düzdürmü? Deməli o zaman 4 saniyə yerə düşübsə bu cisim, deməli bizdən də zaman istəyirdi də, cavabımız olacaq 4 saniyə. Gəlin 6-cı məsələmizə baxaq. Müəyyən hündürlükdən sərbəst düşən cismin zamanın ikinci yarısındakı yer dəyişməsi 60 metr isə birinci yarısındakı yer dəyişməsi nə qədər olar? Biz bilirik ki, müəllimlər, sərbəst düşən cismin zamanın birinci yarısında qət etdiyi məsafə 4/1 qədər, ikinci yarısında isə 4/3 qədərdir. Bizə də ikinci yarısı dediyi üçün o zaman belə yaza bilərik də 4/3 bərabərdir 60-a. Biz buradan S-i tapsaq, deməli 60-ı 4/3-ə bölmək, 3/4-ə vurmaq deməkdir. Deməli 20, 4-ə də vuracaq 80 metr. Deməli bizim ümumi yolumuz 80 metrdir. Amma bizdən zamanın birinci yarısındakı yer dəyişməni istəyir. Deməli o zaman S1 də nəyə bərabər olacaqdır? 80 vurulsun 4/1, o da bərabər olacaq nəyə? 20 metrə. Deməli cavabımız olur Y variantı. Aha. 7-ci suala baxırıq. Sərbəst düşən cisim axırıncı saniyədə bütün yolun 4/3 hissəsini qət edir. Cismin düşmə müddətini hesablayın. Deməli, buna biraz məntiqlə yanaşaq müəllimlər. Bax, cisim əgər sərbəst düşürsə və axırıncı saniyədə bütün yolun 4/3 hissəsini qət edirsə, bu sanki 6-dakı məsələnin tərsidir də elə bil. Deməli, o zaman cismin düşmə müddəti nə qədər olur? 2 saniyə olur da. Çünki deməli axırıncı saniyədə bütün yolun 4/3 hissəsini qət edirsə, deməli birinci saniyədə 4/1-ni, ikinci saniyədə 4/3-ünü qət edib. Deməli sərf olunan zamanımız nə qədərdir? 2 saniyədir. Deməli gəlin baxaq müəllimlər 10-cu sualımıza. 180 metr hündürlükdən, deməli, sərbəst düşən cismin H2 hündürlüyünü 2 saniyəyə düşdüyü məlumdursa, H1 hündürlüyünü hesablayın. Deməli, H2 hündürlüyümüz haradır? Bax, buradır. Deməli, H2 hündürlüyünü buranın 2 saniyəyə düşüb. Və bizdən də H1 hündürlüyünü istəyir. Yəni, H1 çıxaq sual. İlk öncə, gəlin baxaq görək. Bu cisim 180 metr hündürlüyü neçə saniyəyə düşüb? Çünki ümumi hündürlüyümüz 180-dir. Deməli, o zaman yazıram T bərabərdir. Kökün altında 2H bölünsün J-yə. Deməli, o da bərabər 2 vurulsun 180 bölünsün 10. Deməli, ixtisarlarımızı aparsaq, cavabımız olacaq 6 saniyə. Deməli, bu ümumi hündürlüyü 6 saniyə düşüb. Bura qədər, bax bu hissəni, H2 hissəsini isə 2 saniyə. Deməli, bu yuxarı hissəni belə çıxır ki, 4 saniyə düşüb də müəllimlər. Deməli, o zaman H1 hündürlüyünü taparıq da. H1 hündürlüyümüz və sərbəst düşən cisim olduğu üçün, deməli, gəlin praktik yolumuzu yazaq. 5, 15, 25, üzərinə gəlsin 35.
Deməli, bu da olacaq nə qədər? 80 metr. Deməli, bax, H1 hündürlüyümüz olmuş olur. Nə qədər? 80 metr. Aha, indi gəlin biraz da şaquli istiqamətdə yuxarı atılan cisimlərin hərəkətinə baxaq. Gəlin baxaq 7-ci sualımıza. 7-ci sualda nə deyilir? Deməli, cisim 50 metr/saniyə başlanğıc sürəti ilə şaquli yuxarı atılmışdır. 6-cı saniyənin sonunda bu cismin sürətini hesablayın. Deməli, müəllimlər, baxın, bir cismimiz var. Gəlin ilk öncə məsələni təsvir edək. Deməli, 50 metr/saniyə sürətinin başlanğıc sürətindən yuxarı atılıb. Və bizdən 6-cı saniyənin sonunda cismin sürətini istəyir. Biz də bilirik ki, müəllimlər, əgər cisim 50 ilə atılıbsa, deməli, gəlib bax, özünün H maksimal hündürlüyünə neçə saniyədə çatacaq? 5 saniyə çatacaq, düzdürmü? Amma bizə deyir ki, 6-cı saniyənin sonunda sürət hesablayın. Deməli, 5 saniyə qalxıb, bunun bizə burada 1 saniyə belə deyək də borcu qalıb sanki. Deməli, o zaman, bax, bu cisim 5 saniyə bura çatdısa, son sürəti 0 olub və bir anlıq dayanır və neyinir? Sərbəst düşmə, yerə doğru sərbəst düşmə hərəkəti icra edir. Yəni, hal-hazırda bunun başlanğıc sürəti 0-a bərabərdir. Deməli, o zaman biz də bilirik ki, yerə doğru gələn bir cisim hər saniyədə sürətini 10 metr/saniyə qədər artırır. Deməli, o zaman 1 saniyədə bu cisim gəlib bura çatanda, bunun 1 saniyədəki sürəti nə qədər olacaq? 10 metr/saniyə qədər olmuş olacaq. Deməli, cavabımız olur 10 metr/saniyə. Aha, gəlin birinci testimizə baxaq. Şaquli yuxarı atılan cismin uçuş müddəti 6 saniyə olarsa, onun başlanğıc sürətini hesablayın. Deməli, uçuş müddəti 6 saniyədirsə bir cismin. Deməli, qalxma müddəti nə qədərdir? Qalxma müddəti 3 saniyədir, düzdürmü? 3 saniyə qalxan bir cismin, deməli ki, başlanğıc sürəti nə qədər olubdur? 30 saniyə. Çünki V0 nəyə bərabərdir? JT-dir də. J'miz 10, T'miz 3. Deməli, bax, nəyə alırıq? 30 saniyə, metr/saniyə. Aha, gəlin baxaq 3-cü məsələmizə. Deyir ki, 30 metr/saniyə sürətlə şaquli yuxarı atılan cismin ilk 4 saniyə ərzində yer dəyişməsinin modulunu hesablayın. Deməli, müəllimlər, baxırıq ki, bax burada. Deməli, bir cisim 30 metr/saniyə sürətlə şaquli yuxarı atılmışdır, düzdürmü? Baxın, gəlin təsvir edək. 30 ilə yuxarı atılan bir cisim, deməli, gəlir özünün H maksına 3 saniyədə çatır, düzdürmü? Bizə də deyir ki, 4 saniyə ərzində. Deməli, burada yenə bunun bizə 1 saniyəlik borcu qalır. Deməli, o zaman biz bilirik ki, yuxarı atılan bir cismin başlanğıc sürətindən 5 çıxıb ardıcıl təqaüdlərin nisbəti ilə yazırıq. Deməli, o zaman 30-dan 5 çıxdıq, 25, 15, 5. Deməli, bu olurmu 45 metr? Deməli, bu cismin, bax, bu 45 metr nədir? Bax, bu qalxdığı hissədir də bu. Amma hələ bizim bu 1 saniyədə düşdüyü hissəsini tapmalıyıq, düzdürmü? Deməli, o zaman bu H1-dir. H2 yazaq nə? H2 də oldu. 1 saniyədə nə qədər gəlmiş olacaq? Deməli, 5 metr gəlmiş olur, düzdürmü? Bizdən də yer dəyişmə istədiyi üçün, deməli, yer dəyişmə hansı olacaq müəllimlər? Yer dəyişməsi bax bu olacaq, bax bu hissə. Bax, bu bizə lazım olan, axtardığımız hissə budur. Deməli, o zaman da ümumi H-ı biz tapanda nə edərik? Bax, bu 45 metrdən 5-i çıxarıq. Bu da olacaq nə qədər? 40 metr. Gəlin baxaq 18-ci testimizə. Deməli, yerin səthindən şaquli istiqamətdə yuxarı atılan cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Cisim hansı deməli, başlanğıc sürətinin atılmışdır? Deməli, müəllimlər, ilk öncə biz nəyə baxırıq? Baxırıq ki, bu cisim 3 saniyə maksimal hündürlüyə çatıb. Baxın, 3 saniyədə son sürət 0 olubdur. Deməli, bu cismin başlanğıc sürəti nə qədər olub? V0 bərabərdir, J vurulsun T-dən.
Yəni 10 vurulsun 3-dən, bu da olacaq nə qədər? 30 metr böl saniyə. Cavabımız olur D variantı. Gəlin baxaq C variantına. C variantında maraqlı suallarımız var. Deməli, ilk sualımızdan başlayaq. Sərbəst düşən cismin ilk 3 saniyədə getdiyi yol, ikinci saniyədə getdiyi yoldan nə qədər çoxdur? Baxın müəllimlər, artıq biz bunu adət eləməliyik. Bir cisim sərbəst düşürsə, yəni başlanğıc sürəti 0-dırsa, deməli onun H1 olacaq nə qədər? H1 olacaq 5, 15, 25. Çünki 3 saniyə deyir. Deməli, bu da olur 45 metr. Deyir ki, baxın, gəlin təsviriyyət daha yaxşı görək. V0 bərabər 0-dır da, çünki sərbəst düşür. Dedik ki, 3 saniyədə getdiyi yolu təsvir elədik. Baxın, 5, 15, 25. Və tapdıq ki, 3 saniyədə getdiyi yol 45 metrdir. Bizə deyir ki, ikinci saniyədə getdiyi yol. İkinci saniyədə getdiyi yolda 15-dir də. Deməli, o zaman H-ı tapanda, deməli, o zaman daha doğrusu H-ı yox da, biz fərqi tapmalıyıq. Deməli, ikinci saniyədə getdiyi yolu tapdıq. Yəni 45-dən çıxacaq ikinci saniyədə getdiyi yolu. Bu da olacaq nə qədər? Deməli 30 metr. Deməli cavabımız olur A variantı. Sonra keçdik ikinci sualımıza. 40 metr böl saniyə başlanğıc sürəti ilə şaquli istiqamətdə yuxarı atılmış cismin 6 saniyə ərzində getdiyi yol yer dəyişməsinin modulundan nə qədər çoxdur? Deməli, gəlin indi baxaq. Məsələni təsvir edək. 40 metr böl saniyə sürətlə bu cisim şaquli yuxarı atılıbdır. Deməli, nə edib müəllimlər? Bu cisim 4 saniyə çatır H-maksa, düzdürmü? Və bizə də 6 saniyə ərzində dediyi üçün, deməli, burada bir anlıq dayanır, sonra yenidən 2 saniyəyə də gəlir, bax, buralara düşür də, düzdür. Aha, indi gəlin baxaq görək, 6 saniyə ərzində nə qədər yol gedib. İlk öncə gəlin hesablayaq ki, bax, bu cismin 4 saniyə ərzində getdiyi yol nə qədərdir? Deyirik ki, yuxarı atılan bir cisim üçün, bax, məsələn, buranı H1 deyirəm, H1 üçün yazıram. Deməli, 40-dan 5 çıxıram, yəni 35, üzərinə gəlinsin. Deməli, 25, 15, 5. Deməli, bunu hesablasaq, bu olacaq nə qədər? Deməli, 60, 80. Düzdürmü? Aha, bunu tapdıq. İndi gəlin baxaq görək müəllimlər. Bəs bu cisim axı 4 saniyə getdi. 2 saniyədə gəlib axı. Gəlin heç onu birbaşa yazaq. Deməli, 2 saniyədə düşdüyü üçün necə gələcək 2 saniyəni? 5, 15. Çünki sərbəst düşüb. Deməli, bu da olur nə qədər? 100 metr. İndi bizə deyir ki, 6 saniyə ərzində getdiyi yol. Bu bizim yolumuzdur. İndi yer dəyişməsini tapmalıyıq. Çünki deyir, yer dəyişmə modulundan nə qədər çoxdur. Deməli, bu olsun H yol. İndi gəlin H yer dəyişməni tapaq. Yer dəyişməmiz də baxın bu məsafədir. Bax, yer dəyişmə. H yer dəyişmə. Bu yer dəyişməni tapmaq üçün nə edəcəyik? Bəs, bax, bu 4 saniyə ərzində ümumi yoldan 100 metrdən. Bax, daha doğrusu 4 saniyə ərzində getdiyi yoldan 2 saniyə ərzində getdiyi yol çıxacaq. Bax, 4 saniyə ərzində getdiyi yol buydu, düzdürmü? Son 2 saniyədə getdiyi yol da budur. Deməli, o zaman 80-dən çıxırıq 20-ni. Bu da olur 60. Deməli, bizə də nə itir tap? Fərqini tapmalıyıq da. Deməli, o zaman getdiyi yol 100, yer dəyişməsi 60. 100 çıxılsın 60, bizə verəcək 40 metr. Deməli, cavabımız olur B variantı. Gəlin baxaq 6-cı sualımıza. Görək 6-cı sualımızda nə deyilir? Bu 6-cı sualda istifadə olunan düsturu mən dərs izahında vermişdim. Yerdən, deməli, şaquli yuxarı atılmış cisim 3-cü və 7-ci saniyənin sonunda eyni yüksəklikdə olub. Uçuş müddəti ərzində cismin getdiyi yolu hesablayın. Deməli, müəllimlər, bunu sanki bax belə təsəvvür edin ki, bax bu cismi tutaq ki, buradan atmışıq, müəyyən bir istiqamətdə yuxarı qalxıb və düşüb. 3-cü saniyə ilə, bax, tutaq ki, burada 7-ci saniyədə görürsünüz, bunların yerdən olan məsafələri eynidir. Deməli, o zaman düsturumuz nəyə bərabər olacaqdır? T uçuş bərabər olur 3 ilə 7-nin cəminə.
T qalxmadakı təbii ki, bərabər olacaq nəyə? Onun yarısı, yəni 5 saniyəyə. Deməli, müəllimlər, bu cismin T qalxması 5 saniyədirsə, o zaman başlanğıc sürəti nə olacaq? 5 vuru 10-dan olacaq 50 metr bölü saniyə. Bizə də deyir ki, getdiyi yolu hesablayın, düzdürmü? Deməli, yuxarı atılan bir cisimdir də, bu cisim yuxarı atılmışdır. Deməli, başlanğıc sürətdən 5 çıxıb, ardıcıl təkərlərin nisbəti ilə yaz. 45, 35, 25, 15, bir də 5 var. Deməli, bu deyir nə qədər? 125 metr. Bax, bu 125 metr. Bax, buradan atılan bir cisim buraya qədər gəldiyi məsafədir. Yolu istədiyi üçün biz bu məsafəni də tapmalıyıq da. Bu məsafədə 125 metr olacaq. Deməli, o zaman S ümumi bərabər olacaq. 2 vurulsun 125-dən olacaq nə qədər? 250 metr. Çünki bizə deyir ki, uçuş müddəti ərzində gedilən yolu hesablayın. Cavabımız da olur B bəndi. Deməli, müəllimlər, 10-cu sualımızda nə deyilir? Deməli, yer səthindən müəyyən hündürlükdə şaquli istiqamətdə yuxarı atılmış cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Cisim nə qədər yol getmişdir və bizdən bunu istəyir. Gəlin baxaq, müəllimlər, biz bu qrafikdən bunu həll etməliyik. Baxırıq ki, cismin başlanğıc sürəti nə qədərdir? 30 metr bölü saniyədir, düzdürmü? Və belə deyək də, yerə dəymə sürəti isə -50 metrdir. Çünki bu cisim müəyyən hündürlükdən atılıbdır. Gəlin ilk öncə məsələni təsvir eləyək. Tutaq ki, bu bizim yer səthimizdir. Buradan bir müəyyən hündürlükdən, bax burada müəyyən hündürlükdə bir cismimiz var. Bunu neyləmişik biz? 30 metr bölü saniyə sürətlə şaquli yuxarı atmışıq. Bax, bu müəyyən bir h hündürlüyüdür burada. Bax, bu istiqamət. Aha. 30 metr bölü saniyə sürətlə yuxarı atmışıq. Təbii ki, bu cisimdə müəyyən qədər qalxacaq, bir anlıq burada dayanacaq, sonra qayıdıb yerə düşəcək. Bax, bu yerə düşdüyü sürətdə, bax, bu da 50 metr bölü saniyədir. İndi məsələmizi təsvir elədik. Gəlin, indi bir-bir hesablayaq. Bax, ilk öncə müəllimlər, bax, bu cismin, bu 30 metr bölü saniyə sürətlə atılan bir cismin, bax, buradan bura gəldiyi məsafəni hesablayaq. 30 dedik ki, necə hesablayırdıq? Başlanğıc sürətdən 5 çıx. Yəni 25, 15, 5. Bu da bizə verəcək 45 metr. Bax, bunu tapdıq, bu məsafəni tapdıq. İndi bu cismin bir də bura düşməsi var axı. Gəlin bunu da hesablayaq. Deməli, 50 metr bölü saniyə sürətlə bu cisim yerə dəyibsə, deməli, o zaman nə edirdik? Yəni, 50-dən 5 çıxacaq. Deməli, bu da olacaq nə qədər? Yəni, belə də 5 saniyə düşüb də bu cisim. Deməli, o zaman 5, 15, 25, 35, 45. Yəni, müəllimlər, məsələn, yuxarıdan atılıb siz bunu sərbəst düşmək kimi də düşünə bilərsiniz. 5, 15, baxın, 25, 35, 45. Gördünüz, fərqi yoxdur. Bu 50-dən də 5 çıxıb, 45, 35, 25, 15, 5. Yəni, yuxarıdan aşağı və aşağıdan yuxarı yaza bilərsiniz. Deməli, bunu da cəmi bizə verəcək nəyi? 125 metri. Bizə də deyir ki, cisim nə qədər yol gedib? Ümumi h-ı tapmalıyıq da. Ümumi h hansıydı? Bura h yazmayaq. Ümumi h, yəni bax bu cismin buradan bura və buradan bura qədər getdiyi yol. Yəni 45 üzərinə gəlinsin 125. Bu da olacaq nə qədər? 170 metr. Aha. Gəlin indi deməli 15-ci məsələmizə baxaq. Bu da maraqlı məsələdir. Gəlin burada da yer açın müəllimlər. Deməli, 15-ci sualı oxuyuram. Yer səthindən şaquli yuxarı atılmış cismin sürətinin modulunun zamanın asıllıq qrafiki verilibdir. 1, 2, 3 nöqtələrinə uyğun cismə təsir edən əvəzləyici qüvvələr arasında hansı münasibət doğrudur və havanın müqavimət qüvvəsi nəzərə alınır. Baxın, müəllimlər,
Diqqətli olaq. Biz öyrəşmişik, adətən məsələlərdə havanın müqavimət qüvvəsi nəzərə alınmır. Amma bax, bu məsələdə nəzərə alınır, ona görə diqqətli olaq. Gəlin, bax, sürətin zamandan asıllıq qrafiki verilib. 1, 2 və 3 nöqtələri üçün bizdən əvəzləyici qüvvələr arasında münasibəti istəyir. Gəlin, bax, bu qrafiki biz təsvir edək. Bax, tutaq ki, bizim belə bir cismimiz var. Bu cismi biz müəyyən bir başlanğıc sürətlə yuxarı atmışıq. Çünki, baxın, müəyyən bir başlanğıc sürəti var. V0 sürətlə atmışıq. Bax, bu cisim gəlib, bax, bu nöqtədə bir anlıq dayanıb, sonra yenidən qayıdıb, trayektoriyasını bu cür davam elətdirib. Deməli, indi gəlin nöqtələri qeyd eləyək. Deməli, bax, bizim bir nöqtəmiz, bax, buralarda bir nöqtədir. 2 nöqtəmiz buradakı nöqtədir. 3 nöqtəmiz isə buradakı nöqtədir. İndi gəlin, baxaq görək. Bax, bir nöqtəsində olan da cismə hansı qüvvələr təsir edir? Bilirik ki, kütləsi olan bir cismə mütləq ağırlıq qüvvəsi təsir edir. Biz bu cismi şaquli yuxarı atdığımız üçün havanın müqavimət qüvvəsi də deməli olacaq aşağıya doğru. Çünki müqavimət qüvvəsi hərəkətin əksinədir. Deməli, F1-i biz yazsaq, əvəzləyici qüvvə nəyə bərabər olacaq? mg üzərinə gəlinsin F müqavimət. İndi gəlin 2 nöqtəsinə baxaq. 2 nöqtəsində bu cismin son sürəti 0 olub, yəni cisim bir anlıq dayanıb. Dayandığı üçün buna artıq müqavimət qüvvəsi təsir eləmir. Sadəcə ağırlıq qüvvəsi var. Deməli, F2-ni yazırıq ki, bərabər olacaq nəyə? Sadəcə mg-yə. Gəlin indi 3-cü cismə baxaq, 3-cü daha doğrusu nöqtəyə. Bax, bu cisim 3-cü nöqtə hansı nöqtədir? Yerə dəymə nöqtəsidir. Yəni, burada bu cismə mg ağırlıq qüvvəsi təsir edir. Bir də bu cismin artıq istiqamət aşağı olduğu üçün müqavimət qüvvəsi hərəkətin əksinə yönəldiyi üçün yuxarı olacaq. Deməli, o zaman F3 bərabər olacaq nəyə? mg çıxılsın F müqavimətə. İndi biz bunların üçünü də yazdıq. Sadəcə indi qaldı bizim müqayisəmiz. İndi buradan nə görünür? Gəlin, baxaq, yazaq. Bax, bu F1-in ifadəsi, bu F2-nin ifadəsi, bax, bu da F3-ün ifadəsi. Deməli, baxırıq ki, deməli, F1 böyükdür F2, o da böyükdür F3. Deməli, cavabımız olur hansı? C variantı. Gəlin 21-ci sualımıza baxaq. Deyir, uyğunluğu müəyyən eləyin. Cisim yer səthindən 15 metr hündürlükdən 10 metr bölü saniyə sürətlə yuxarı atılıb. Baxın, gəlin mənimlə bunu təsvir eləyək. Bax, yer səthimiz var. Müəyyən bir hündürlük var. 15 metr hündürlük, hətta hündürlüyümüzü də verib. Bax, bu 15 metr hündürlükdən belə. Buradan bir cismimiz var bizim. Deməli, 10 metr bölü saniyə sürətlə şaquli yuxarı atılıbdır. 10 metr bölü şaquli yuxarı atılan bir cisim bu istiqamətdə hərəkət eləyəcək və qayıdıb yerə düşəcək. Düzdürmü bu istiqamətdə? Bunu da belə gəlin çəkək sxematik olaraq. Deməli, bizə nə deyir? Deyir ki, qrafikin T1 zaman anında. T1 hansı zaman anında? Bax, bu hissədir, düzdür. Gəlin görək, bu hissədə nədir? Bu hissədə cisim, baxırıq ki, deməli nədir? Belə deyək də, sürəti 0-a bərabərdir. Onunla atılan bir cisim T1 zaman anında sürəti 0-dır. Deməli, bax, bu cisim burada, o zaman burada bu nöqtədə olub ki, onun son sürəti 0-a bərabər olubdur. Deməli, o zaman müəllimlər, bax, 10 metr bölü saniyə sürətlə atılan bir cisim, deməli, neyniyəcəkdir? Bax, bu istiqamətdə başlanğıc sürətdən 5 çıxsaq, 5 metr yol gəlmiş olur, bax, buradan bura. 5 metr yol gəlibsə, deməli, o zaman gəlin baxaq görək. T1 zaman anında, bax, bu cismin yerdən olan hündürlüyü nə qədər olur? Baxın, gəlin baxaq. Bax, bu məsafə lazımdır da. Bax, buradan bura qədər 5-dir. Buradan bura bizim məsafəmiz də var axı 15. Deməli, o zaman cismin yerdən olan hündürlüyü olacaq 20 metr. Deməli, cisim yer səthindən 20 metr hündürlükdə olacaq. 1-ə getdi A. İndi gəlin T2 üçün yazaq. Deməli, T2-də baxırsınız ki, bax, bu cismin sürəti olub nə qədər? -10. Deməli, o zaman cisim, belə deyək də, bax, bura çatıb, Y-oxun əks istiqamətdə gəlib, atdığımız yerə gəlib çıxıb. Yəni, bax, sürəti burada olubdur. Çünki atdığımız sürət 10-dur, burada da sürəti -10-dur. Deməli, nə olubdur? Y-oxun əks istiqamətində 1 saniyə hərəkət edib gəlib, sürətini 10-a çatdırıbdır. İndi, o zaman cismin yerdən olan hündürlüyü nə qədər olacaq? Gəlin, baxaq. Bax, yerdən olan hündürlük bu qədərdir də. Bu nə qədərdir? Bax, elə 15 metrdir. Deməli, cisim yer səthindən 15 metr hündürlükdə olacaq. İndi gəlin baxaq 3-cü üçüncü saniyəmizə. 3-cü zamanın 3-cü saniyəsinə baxırsınız ki, bax, bu cismin deməli son sürəti olub nə qədər? -20.
İndi -20 nə deməkdir müəllimlər? Deməli, bu burada olanda sürəti -10 idi da. Deməli, 1 saniyəyə düşüb ki, gəlib bax burada yerə dəymə anında burada sürət olub nə qədər? -20. Y-oxun əksi istiqamətində 20. Deməli, bu cisim artıq yer səthindədir. Deməli, o zaman üçüncüyə yazırıq C variantı. Belə müəllimlər, gəlin biraz da deməli, MHM-dən baxaq suallarımıza. İlk öncə sərbəst düşmə, şaquli aşağı və yuxarı atılmış cisimlərin hərəkəti. Burada başlıqların üçü də bir yerdədir. Deməli, gəlin baxaq. İlk öncə baxırıq 9-cu sualımıza. 9-cu sualımızda nə deyilir? Deməli, K nöqtəsindən şaquli aşağı istiqamətdə atılan cisim 2 saniyə sonra yerə dəyir. Buna əsasən K nöqtəsinin yerdən olan hündürlüyünü tapın. Deməli, nə dedik? Əgər bir cisim 30 metr/saniyə sürətlə şaquli aşağı atılıbsa, deməli, və zamanı da bizə 2 saniyə verib. Deməli, o zaman 35, 45 gələcək. Deməli, H-ımız da bərabər olacaq. 35 üzərinə gəlinsin 45, o da olacaq nə qədər? 80 metr. Deməli, gəlin baxaq 18-ci suala müəllimlər. Şəkildəki kimi K və L cisimləri eyni anda sərbəst buraxılır. Buna əsasən K cismi L cismindən neçə saniyə sonra yerə çatacaq. Deməli, ilk öncə məsələyə baxırıq ki, bax, K cismi budur. Bu da L cismidir. Deməli, K cisminin baxırıq ki, müəllimlər, bu yerdən olan məsafəsi 35 üzərinə gəlinsin 45, yəni 80 metr, düzdürmü? Deməli, özə sərbəst buraxılırlar bu cisimlər. Deməli, 80 metr bu cisim neçə saniyəyə gələcək? Baxın, sərbəst düşübsə, deməli, H1 yazıram da buna. 5, 15, 25, 35. Bax, deməli, belə çıxır ki, 1, 2, 3, 4. Deməli, bu K cismi 4 saniyəyə gəldi. 80 metri. L cismi isə 45 metr hündürlükdən düşüb. Deməli, bu da 45 metri nə olacaq? Deməli, 5, 15, 25. 3 saniyə gəlmiş olacaq. Deməli, K cismi, bu K cisminin düşdüyü müddətdir. Bu da L cisminin. Baxırıq ki, bu 4 saniyə düşdü, bu da 3 saniyə. Deməli, 1 saniyə gec düşmüş olur. Yerə 1 saniyə gec çatmış olacaq. Sonra, gəlin müəllimlər, baxaq ikinci məsələmizə. Yer səthindən 50 metr/saniyə başlanğıc sürətlə şaquli yuxarı atılmış cisim 7 saniyədə getdiyi yol həmin müddətdə etdiyi yer dəyişmədən nə qədər çoxdur? Deməli, gəlin ilk öncə yenə təsvir eləyək məsələmizi. Deməli, bir cismi 50 metr/saniyə sürətlə şaquli yuxarı atmışıq. Bax, bu istiqamətdə qalxıb, gəlib 5 saniyə, deməli, H-maksa çatacaqdır. Və 7 saniyə dediyi üçün, deməli, bu cisim 2 saniyə, 5 saniyə buradan, 2 saniyə də buradan. Bax, görürsünüz, cəmi 7 saniyə olmalıdır. İndi həm getdiyi yolu tapmalıyıq, həm yer dəyişməsini tapmalıyıq, sonra da onların fərqini tapacaq. Deməli, bu cismi, deməli, H1 yazıram bura, burada H2 olsun. Deməli, H1-i hesablayanda, deməli, yuxarı atılıbsa bir cisim, başlanğıc sürətdən 5 çıx. Yəni, 45, 35, 25, 15, 5. Deməli, nə qədər oldu? 45, 80, 125 metr. Bu H1-i tapdıq. İndi gəlin H2 məsafəsini tapaq. Deməli, burada bir anlıq cisim dayandı. Sonra 2 saniyə əgər aşağı düşürsə, bu sərbəst düşmə hərəkətidir. Yəni, 5, 15. Bu olurmu? 20 metr. Aha. Deməli, bizim ümumi gedilən yolumuz, H yolumuz. Deməli, olacaq nə qədər? 145 metr. İndi yer dəyişmə deyəndə müəllimlər, yer dəyişmə artıq budur da, düzdürmü? Yəni, bu yer dəyişməni tapmalıyıq da, buna da bir S yer dəyişməsi deyək. Deməli, o zaman yer dəyişməni tapanda da, deməli, S deyək də. Bax, biz bu 125-dən, yəni 5 saniyədə getdiyi yoldan 2 saniyədə getdiyi yolu çıxmalıyam. 125-dən 20-ni çıxıram, qalır nə qədər? 105 metr. Aha, bax, bu bizim yolumuz, daha doğrusu yer dəyişməmiz, bu bizim yolumuz. Deməli, deyir ki, yol yer dəyişmədən nə qədər çoxdur? Deməli, o zaman 145 çıxılsın 105, bu da olacaq nə qədər? 40 metr.
Deməli, 60 metr hündürlükdən şaquli yuxarıya doğru 20 metr bölü saniyə sürətlə atılan cisim neçə saniyə sonra yerə düşər? Deməli, gəlin baxaq. Yenə təsvir edək. Baxın, 60 metr bölü saniyə sürətlə bir cisim yuxarı atılıbdır. Daha doğrusu, üzr istəyirəm. 60 metr hündürlükdən. Tutaq ki, bura bizim olsun yer səthimiz. Burada 60 metr hündürlüyümüz var bizim. Və buradan bir cisim 20 metr bölü saniyə sürətlə şaquli yuxarı atılıb. Deyir, neçə saniyə sonra yerə düşəcəkdir. Və bu 20 ilə atılan bir cisim gələcək 2 saniyəyə haşmaqsa, sonra yenədən yerə düşəcək, gələcək bura. Düzdürmü? İndi bizə deyir ki, bu yerə neçə saniyəyə düşəcəkdir. Deməli, müəllimlər, 20 metrlə dedik ki, bax, bura nə olacaq? 2 saniyə qalxacaq haşmaqsa. İndi gəlin baxaq görək. Bax, yerdən olan müəyyən bir hündürlüyümüz var da. Bura 60'dır. Bu hissəmiz elə bil 60'dır. Burada da 60'dır. Deməli, indi gəlin baxaq. Bax, 2 saniyəyə qalxdı bura. Sonra bu cisim bu 2 saniyədə yenə bura gələcək. Düzdürmü? Yəni 5, 15 gələcək də. Deməli, o zaman 25, 35 də bu 60'ı gəlmiş olacaq. Deməli, o zaman bax, bu da 1 saniyə, 2 saniyə, 3 saniyə, 4 saniyə. Burada da bizim 2 saniyəmiz var idi. Deməli, o zaman T bərabər olacaq 2 üzərinə gəlinsin 4-dən. Bu da olacaq nə qədər? 6 saniyə. Gəlin, biraz da Türk testlərinə baxaq, müəllimlər. Atış hərəkətləri. İlk öncə sərbəst düşməyə baxaq. Gəlin, belə bir suala baxaq. Sürtünmələrin nəzərə alınmadığı bir sistemdə T bərabər 0 anında K nöqtəsindən sərbəst buraxılan cisim T1 anında L nöqtəsində, T2 anında isə deməli M nöqtəsindən keçir. Buna görə deyir, T1 bölü T2 nisbəti nə qədərdir? Deməli, müəllimlər, baxırıq ki, bax, K nöqtəsindən gələn bir cisimdir. Deyir, sərbəst buraxılır və T1 anında L nöqtəsində olur. Bax, T1 anında L nöqtəsində görürük ki, L nöqtəsində sürəti 20-dir. Biz də bilirik ki, sərbəst düşən cisim hər saniyədə sürətini 10-un artırır. Deməli, bax, bu K-dan L-ə gələndə sürəti 20 olubsa, deməli, bu cisim bax, bu məsafənin 2 saniyəyə düşmüş olur. Düzdürmü? İndi gəlin baxaq görək. Deyir ki, T2 anında isə M nöqtəsində olur. Bax, burada T2 anıdır. M nöqtəsində və M nöqtəsində sürəti 60-dır. Deməli, T1-dən T2-yə, yəni L-dən M-ə gələnə qədər sürətini neynədir? 60-a çatdırdı. Deməli, buranı da ümumi K-dan M-ə gələnə qədər isə nə qədər vaxt sərf eləmiş olur? 6 saniyə vaxt sərf eləmiş. Çünki deyir yaxı, hər bir saniyədə sürətini 10 metr bölü saniyə qədər artırmış olur. Deməli, o zaman nə olacaq? Bizdən də T1 bölü T2 nisbətini istəyir. T1 bölü T2-miz. T1-imiz 2, T2-miz 6. Deməli, bu da olacaq nə qədər? 3də 1 metr bölü saniyə. Aha, indi gəlin buna oxşar bir dənə də məsələyə baxaq. Sadəcə burada deməli H1 bölü H2 nisbətini istəyir. İndi gəlin baxaq. Deməli, sürtünmələrin nəzərə alınmadığı bir sistemdə K nöqtəsindən sərbəst buraxılan cisim L nöqtəsinə 20 metr bölü saniyə sürətlə, M-dən isə 30 metr bölü saniyə sürətlə keçir. Bizə deyir ki, H1 bölü H2 nisbəti nə qədərdir? Deməli, müəllimlər, baxın, bu K-dan L-ə gələnə qədər, deməli, bizə deyir ki, K-dan L-ə gələnə qədər L-də sürəti 20-dir, düzdürmü? Bax, burada sürəti 20 veribdir bunu. Deməli, K-dan L-ə gələnə qədər bu cisim, deməli, 2 saniyə vaxt sərf edib. Çünki sürət nə qədər olub? 20. Deməli, o zaman bu 2 saniyədə 5, 15 gəlib. Sonra isə V2-də sürəti 30 olubdur. Deməli, o zaman 5, 15, 20 ilə 30-a gələnə qədər 1 saniyə vaxt keçibdir də. Deməli, o zaman 15-dən sonra gələn nədir? 25. Deməli, gəlin baxaq görək. H1 bölü H2 nisbətimiz nəyə bərabər olacaq? H1-imiz bu məsafədir. Yəni, H1-imiz 5 ilə 15-in cəmi, yəni 20 metrdir. H2-miz isə, bax, bu məsafədir, 25-dir. Deməli, o zaman 20 bölü 25-dən
Deməli, ixtisarlarımızı aparsaq 5-də 4. Cavabımız olur A variantı. Sonra gəlin 5-ci sualımıza da baxaq. Bir cisim 125 metr yüksəklikdən sərbəst buraxılır. Sürtünmələr nəzərə alınmadığına görə cismin yerə çarpma sürətinin böyüklüyü nə qədərdir? Baxın, 125 metr yüksəklikdən sərbəst düşən bir cisim üçün. Gəlin bu 125 metri bölüşdürək. Deməli, o zaman 5, 15, 25, 35, 45. Bax, deməli neçə saniyədə? 5 saniyədə düşəcəkdir də. Deməli 5 saniyədə düşdüyü üçün, deməli o zaman yerə düşmə sürəti nə olacaqdır? 5 vurulsun 10-dan olacaq nə qədər? 50 metr. 50 metr böl saniyə daha doğrusu. Aha, gəlin birinci məsələmizə baxaq. H yüksəkliyindən 40 metr böl saniyə başlanğıc sürətlə düşən aşağı atılan cisim 3 saniyədə yerə çatır. Sürtünmələr nəzərə alınmadığı üçün yerə düşmə sürətini istəyir bizdən. Deməli, biz bilirik ki, V bərabərdir V0 üzərinə gəlinsin JT-dir, düzdürmü? 40 üzərinə gəlinsin 10 vurulsun 3-dən, demək olacaq nə? 70 metr böl saniyə. Rahat məsələ idi. Gəlin buna baxaq müəllimlər. Sürtünmələrin nəzərə alınmadığı K nöqtəsindən, sistemdə K nöqtəsindən 10 metr böl saniyə sürətlə aşağı doğru atılan cisim L-dən 30 metr böl saniyə sürətlə, M-dən 40 metr böl saniyə sürətlə keçir. Buna görə H1 və H2 yüksəkliklərinin nisbətini istəyir bizdən müəllimlər. Deməli, o zaman ilk öncə gəlin baxaq görək. H1, H2. Bax, buradan K-dan L-ə gələndə, deməli, K nöqtəsindən 10-dan atılıbdır. L-dən keçəndə sürəti 30 olubdur. Deməli, KL məsafəsini bu cisim belə çıxır ki, 2 saniyəyə gəlib də, düzdürmü? Bax, bu TKL belə çıxır ki, 2 saniyəyə gəlib. Bəs L-dən M-ə, bax, 30-dan 40-a çatdırırsa, deməli, o zaman bunu belə də yaza bilərəm də, TLM məsafəsini isə, deməli, neyini 1 saniyə düşübdür də, müəllimlər. Deməli, o zaman TK ilə 2 saniyə düşübsə, bax bunu belə yaza bilərəm də, başlanğıc sürətin üzərinə 5 gəlib yaza bilərəm. Deməli, bu məsafəni 2 saniyə düşdüyü üçün 15-25 yazaram. Və burada da başlanğıc sürətin üzəri 30-dur da, üzərinə 5 gəlsəm 35. Düzdürmü? Gəlib artıq burada sürəti 40 olub. Deməli, o zaman bizim H1 deməli, məsafəmiz olur 15 ilə 25-in cəmi. Yəni 40. H2 məsafəmiz isə olur 35. Bizdən də istəyir nəyi? H1 böl H2 nisbətini. Yəni 40 bölünsün 35-i. Deməli, bunları da ixtisar eləsək 5-ə, burada qalır 7, burada qalır 8. Cavabımız olur Y variantı. Aha, sonra gəlin bir dənə də belə məsələyə baxaq müəllimlər. Sürtünmələrin nəzərə alınmadığı sistemdə K nöqtəsindən aşağı doğru 2V sürəti ilə atılan cisim L-dən 3V ilə keçir, M-dən 5V ilə keçir. Buna görə H1 və H2 yüksəkliklərinin nisbəti. Baxın müəllimlər, 2V, 3V, 5V olanda bunları həmişə belə götürür. Məsələn, 20, 30, 50. Belə hesablamaq daha rahat olacaq. Bax, məsələn, K-dan, deməli, aşağı doğru 20 ilə atılan bir cisim, baxırsınız ki, L-dən 30 ilə keçib. Deməli, belə çıxır ki, bu 20 ilə 30-un arasını, yəni K-dan L-ə gəlməyə bu cisim 1 saniyə vaxt sərf edib. Düzdürmü? Başlanğıc sürətin üzərinə 5 gəlib. Çünki 1 saniyə vaxt sərf edibdir. Deməli, 25 metr gəlib. Deməli, burada 30-dur. 30-dan 50-yə artırıb. Deməli, bu məsafəni 2 saniyə gəlib. Deməli, o zaman bu olub 35, 45. Düzdürmü? Deməli, yenə bizdən nə istəyir? Bax, H1 məsafəmiz 25-dir. H2 məsafəmiz 35 üzərinə gəlsin 45-dən. Deməli, nə qədər? 80. Səndən də nə istəyir? H1 böl H2-ni. Deməli, bu da olacaq 25 böl 80-dən. Gəl, ixtisarlarımızı aparaq. Deməli, 5-i ixtisar eləsək, burada qalır 5, burada qalır 16. Deməli, cavabımız olur A variantı.
Aha. Deməli, sürtünmələrin nəzərə alınmadığı bir sistemdə 30 metr bölü saniyə sürətlə yuxarı doğru atılan bir cisim şəkildəki, deməli, trayektoriyanı izləyərək 40 metr bölü saniyə sürətlə yerə dəyir. Bax, deməli, göstəriblər burada. Yerə dəymə sürəti 40 metr bölü saniyədir. Bizdən h1 bölü h2 nisbətini istəyir. Deməli, müəllimlər, 30-la ilk öncə buradan başlayırıq. Deməli, bizim h1 nisbətimiz nəyə bərabər olacaqdır? 30-la yuxarı gələn bu cisim, deməli, nə edəcəkdir? Deməli, olacaq bunu qət etdiyi məsafə olacaq. Deməli, başlanğıc sürətdən 5 çıx. 25, 15, 5, düzdürmü? Deməli, bu o zaman gələcək 45 metr. Sonra isə bizə deyir ki, h2 məsafəsi. İndi gəlin görək, bax, buradan qalxdı bu cisim. Bura gəldi, yenidən bura gəlməyə oldu 30. Deməli, bu 30 ilə 40-ın arasında 1 saniyə vaxt sərf edib. Deməli, bu olacaq nə? Deməli, 5, 15, 25. Deməli, bunların payına düşür, bax, bu hissəyə 35. Deməli, h2-miz də olur nə qədər? 35 metr. Bizdən də nə istəyirdi? h1 bölü h2 nisbətini, düzdür? Deməli, o zaman h1-in h2-yə nisbəti bərabər olacaq. 45 bölü 35. Yəni, bu da 5-yə ixtisar edəcək, burada 9, burada 7. Deməli, cavabımız olur 7-də 9.